A man, bir kişi, was trying, çalışır, to build an electric motorcar. To build, tikməyə, an electric, elektrikli motorlu maşın tikməyə çalışır, düzəltməyə çalışır. Build sözü əslində tikmək deməkdir. Build, tikmək. Sadəcə burada maşını tikmək olmadığı üçün düzəltməyə mənası verir. He worked, o işləyirdi, in an office, ofisdə, in the town, şəhərdə. During most of the week, həftənin əksər vaxtları ərzində. Most, o əksər deməkdir. Most of the week, həftənin əksər vaxtları. During ərzində. Diqqət edin. In içində demək. Baxın, biz şəhərin içində oluruq deyən in the town. Ofisində içində oluruq deyən in an office. Yəni ofisdə deyəndə ofisin içindəyik də. But amma on Saturdays and Sundays, 6-cı və bazar günü he stayed at home. O evdə qaldı. In the country, kənddə. And worked on his electric car. Worked, işlədi. On his electric car, yəni elektrik maşının üzərində işlədi. İş apardı. Diqqət edirsiniz burada nəyə? Həftənin günləri 10 sözünü ilə işlənilir. Family Friends 2-də də vardı. Bütün hamısında var kitablarım. Baxın, Sunday bazar günüdür. Bazar günüdür. Sözünü işlədirəmsə qarşısına on Sunday deyirəm. Birinci gün Monday. On Monday deyirəm. Buna diqqət edin. İkinci gün Tuesday, üçüncü gün Wednesday, 4 Thursday. Bunların hamısı var. Hamısı həftənin günləri 10 ilə işlənir. Sundays and Saturdays, yəni şənbə günləri və bazar günləri. He stayed at home. O stayed, qalırdı at home, evdə. Bunu dedik. In the country, kənddə və elektrikli maşının üzərində işləyirdi. Bunu dedik. Every Monday, hər birinci gün. He told, o deyirdi, his friends, dostlarına, at the office, ofisdə, about his work, işi haqqında, on the car, yəni maşının üzərində gördüyü işi haqqında deyirdi. But his news, amma onun xəbəri, about it, onun haqqında, was never very good. Heç vaxt yaxşı olmurdu. Burada olmurdu, dı, keçmiş zamanı, bax buradakı was verir. Bir də burada diqqət edin. At dadə deməkdir. Bax, bayaq dedik ki, in an office, yəni ofisin içindəydik. Burada da at the office, ümumən də ofisdə mənası verir. Və yaxud da, baxın, biri də var idi, at home var idi, səhv eləmirəmsə, gözümdən qaçdı indi. Siz qeyd eləyərsiniz görsəniz. Then, sonra, at last, bu bir sözdür. At last, nəhayət. One Monday, birinci gün, morning, səhər. He came, o gəldi. To the office, ofisə. And said, və dedi, to his friends, dostlarına. I have done it. Mən bitirdim. I have driven, sürmüşəm. From my home, evimdən, to here, buraya. By electricity, yəni elektriklə. His friends, onun dostları, were all very glad. Dostları, yəni hamısı, were all, hamısı, very glad, şad oldular. How much did it cost? How much, yəni nə qədər did it cost, qiyməti elədi? To get here. To get, yəni çatmağa, here, bura çatmağa qiyməti nə qədər elədi? By electricity, elektrikli maşınla. They asked, onlar soruşdu. 300 and 2 pounds. 302 pound. He answered, o cavab verdi. 2 pounds, 2 pound for the electricity, elektrik üçün. And 300 pounds və 300 pound for the electric wires. Qoy görün, bu wires yazmamışdı axı. And 300 pounds. Aha, hə,
sorry uşaqlar. Demək təzədən oxuyuram bu hissəni. İzah eləyir indi. Deyir ki 300 300 və 2 pounds 2 pound. He answered o cavab verdi. Sonra əlavə eləyir. 2 pounds 2 pound for the electricity. Elektrik üçün. Yəni toka taxırıq, zaryadka yığırıq. Ondan onun xərcini deyir. 2 pound and 300 pound isə for the electric wires. Elektrik şin üçün, yəni toklar üçün. From my house, mənim evimdən, to the car, maşına. İndi, bax bunu deyir də, evindən, bax görün tokla taxıbdır, gəlibdir. İndi, burada bir şeyə diqqət edin. Baxın, məktəbdən, məsəl üçün deyək, məktəbdən evə. From school to house. Sonra ağacdan ağaca. From tree to tree. Bu ifadəni öyrənin. Bir yerdən başqa yerə. From to ilə. Məndən sənə. From me to you. Burası belə. Ondan sonra burada bir qaydamızı da öyrəndiniz. Həftənin günləri Sunday birinci gün. Monday, sorry uşaqlar. Sunday bazar günü, Monday birinci gün. Həftənin günlərinin qabağında 10 sözünü işlədirik. Bunu da burada öyrəndik. Ondan sonra in içində deməkdir. On üstündə deməkdir. Between arasında deməkdir. In front of qarşısında. Next to yanında, böğründə. Near yenə yanında, yaxınlığında. Behind arxasında. Hıdır bu. Behind arxasında. Back də arxasında, gerisində mənası verir. Vəssalam. Bunları da yazırsınız. Bilmədiyiniz varsa əzbərləyirsiniz. Sonra biz keçmiş zamana dəyinmişdik keçən dərs. Baxın, buradakı was trying. İndi deyirəm, bunu qeyd eləyərsiniz tərcüməni eləyəndə. Was trying. Keçmiş davam edici zaman. Was trying. Keçmiş davam edici zamandır. Keçmişdə bir vaxt verir. Demək, o vaxtda bu adam bu işi görübdür. Dərslərdə qabağınıza çıxdıqca göstərəcəm. Daha yaxşı yaddaşınızda olsun. Work it keçmiş sadə zaman idi. Feillərin sonuna ed artırırdıq. Stay it keçmiş sadə zamandır. Ed artırmışıq. Work it var burada. Told. Told nə idi? Tell demək. Tell sözünün keçmişi told. Dedi keçmişdə. Was əmizarın keçmiş formasıdır. Baxaq sonra nəyimiz var? Said. Say sözünün keçmiş zaman formasıdır. Vəssalam, was ver'i bilirsiniz. Did, do'nun keçən dərsdə demişdik. Answered, ed artırılıbdır keçmişdədir. Vəssalam, keçək o birisi mətnə. An artist, rəssam, went to a beautiful part of the country for a holiday. Went gedibdir. To a beautiful part. Gözəl bir. Bax, biri bu artiklı verir burada. Bir deməkdir. Gözəl bir kəndin, yəni kəndin gözəl bir hissəsinə gedibdir. For a holiday. Tətil üçün. Artiklı nə deməkdir? Bu ismin təkdə olduğunu göstərir. Bir mənası verir. And stayed with a farmer. Və fermer ilə qalır. With ilə qalır. Every day, hər gün, he went out, o çıxır çölə, with his paints and his brush, yəni rəsmləri ilə və his brush şotqları ilə. Sorry, burada paints kraska mənasında o kraskaları nəzərdə tutur. And painted və rəngləyirdi from morning, səhərdən to evening, axşama. Baxın, from to'nu bayaqları orada da keçdik. From morning to evening. And then və sonra
When it got dark, qaranlıq olanda, he went back. O geri qayıtdı to the farm, fermiyə. And had a good dinner. Yaxşı bir nahar elədi. Before, əvvəlcə. Yaxşı bir nahar edirdi əvvəlcə. He went to bed, yəni yatağa getmədən əvvəl. At the end of his holiday, end son deməkdir. At the end, sonunda of his holiday, tətilinin sonunda, he wanted, o istəyirdi to pay the farmer, fermerə pul ödəsin. Pay, ödəmək. But, amma, the farmer said, fermer dedi, no, I don't want money. Mən don't want, istəmirəm pul. But give me, mənə ver one of your pictures, şəkillərindən birini. One of, birini. Your pictures, şəkillərinin. What is money? Nə pul? Yəni nə pul? In a week, bir həftəyə, it will all be finished. It, o, yəni pulu nəzərdə tutur. Will da acaq-əcək deməkdir. It will all, hamısı be finished, bitəcək. But your painting, amma sənin rəsmin, will still be here. Here, yəni burada, still, hələ də be olacaqdır. The artist was very pleased. Artist was very, çox pleased, razı qaldı. And thanked it, və təşəkkür etdi the farmer, fermerə. For saying such kind things. For saying deməyinə, such, belə, kind. Yəni nəzakətli şeylər deməyinə. Bir də deyirəm bunu. Fermer for saying, fermerin deməsinə. Such kind things, yəni belə nəzakətli şeylər saying deməsinə. About his paintings, onun rəsmləri haqqında. The farmer, fermer smiled, gülümsədi and answered və cavab verdi. It is not that, elə deyil. I have a son, mənim oğlum var, son oğuldur, have var deməkdir. Oğlum var in London, Londonda. He wants, o istəyir to become an artist, rəssam olmağı. When he comes, o gələndə, come gəlmək here buraya, next month, gələn ay. I will show, mən göstərəcəm him ona. Will nə deməkdir? Acaq-əcək deməkdir. I will show, göstərəcəm. Him ona, your picture, sənin şəklini. And then, və sonra, he will not want, o istəməyəcək to be an artist, rəssam olmağı. Anymore, daha. Birləşdirək. Sonra o rəssam olmağı daha istəməyəcək. I think, mən düşünürəm ki. Will, bir də shall. Acaq-əcək deməkdir. Gələcək zamanda uşaqlar gələcək. Məsələn, istəməyəcək deyəndə deyirsən ki, he will not. Baxın, he will not want. İstəməyəcək. Want nə deməkdir? İstəmək deməkdir. İstəməyəcək desəm, will not want. Mən gedəcəm desəm, I shall go. Gedəcəm. Go nədir? Getmək. Shall da acaqdırsa, I shall go, gedəcəm. I shall write, yazacağım. Keçək o birisi mətnimizə. Mr. Jones was very angry with his wife. Mr. Jones was very angry. Çox acıqlanmışdı with his wife, arvadına. And she was very angry. She, o, was very angry. Çox acıqlı idi. Her husband, ərinə. Yəni arvad da ərinə acıqlı idi. She was very angry with her husband. For several days, bir neçə gün ərzində, they didn't speak. Onlar danışmadılar. Didn't, keçmiş zamandı. Danışmadılar. To each other, bir-biri ilə. At all demək olar ki. Each other, bir-biri ilə demək. Qeyd edin. One morning, bir səhər, Mr. Jones, Cənab Jones was very tired. Was very tired, çox yorulmuşdu. When he came back geri gəlmək deməkdir. Came back from work, evdən, işdən geri gələndə. When he came back from work, işdən geri gələndə. So he went to bed. So, belə ki, o went, getdi. To bed, yatmağa, soon tezliklə.
After dinner, nahardan sonra. Of course, əlbəttə. He didn't say anything. He didn't say, demədi. Görürsünüz, keçmiş zaman do deyirəm. He didn't say anything. Heç nə demədi. Did keçmiş zamanı göstərir. To Miss Jones, xanım Jonesa, before he went upstairs. Upstairs yuxarı mərtəbə. Before əvvəl. İndi he went upstairs yuxarı mərtəbəyə getmədən əvvəl. Before he went upstairs. Yuxarı mərtəbəyə getmədən əvvəl. Miss Jones washed the dinner sinks. Xanım Jones washed yudu. Dinner sinks, yəni naharın şeylərini, qablarını, qacaqlarını. And then sonra did some sewing. Sonra da bəzi tikiş işləri apardı. Sewing tikiş deməkdir. When she went up to bed, o there went up, gedəndə to bed, yatmağa, much later, biraz geç, than her husband, ərindən, than dandan deməkdir. Than her husband, husband da ər. Ərindən gec gedəndə, she found, o tapdı, a piece of paper, bir parça kağız. A piece of, bir parça deməkdir. Paper, kağız deməkdir. A piece of paper, bir parça kağız tapdı. On the small table, balaca stolun üstündə. Near her bed, yatağının yaxınlığında. On it, onun üzərində were the words, sözlər var idi. Mother, ana. Wake me up, məni oyat. At 7 a.m., səhər 7-də. Yazıb, sonra da altına yazıb father, yəni ata. When Mr. Jones woke up, Mr. Jones woke up, oyananda, the next, növbəti morning, səhər, next morning, növbəti səhər. It was nearly 8 a.m. Təxminən, nearly, təxminən 8 idi. İdini burada was verir. And on the small table, balaca stolun üstündə, near his bed, onun yatağının yaxınlığında. He saw, o gördü. Another piece of paper, another, başqa, piece of paper, parça kağızı. He took it, o götürdü it onu. And read, və oxudu. These words, bu sözləri. Father, wake up, ata, oyan. It is 7 a.m. Saat 7'dir. Mother, anan. Demək ki, o kağıza yazıb qoyubdu, bu da kağıza yazıb qoyubdu. Belə bir şey. Why did Mr. and Miss Jones not speak to each other for several days? Ne üçün danışmırdılar? Because they were very angry. They were very angry with each other. Bir-birini azıqlayırlar deyək də, biz qısa deyək. Why did Mr. Jones go to bed soon after dinner? Nə üçün deyir Mr. Jones go to bed? Yatağa getdi tezlikdə nahardan sonra. Because he was tired. Baxın buradadır. Mr. Jones was very tired. Did he speak to his wife before he went upstairs? Danışdı nəsə? No, he didn't say anything to his wife. Demədi, danışmadı. What did Mr. Jones do after dinner? Nə etdi nahardan sonra? Miss Jones, xanım Jones nə etdi? Miss Jones washed the dinner sinks and did some sewing. Sonra, when did she go to bed? She went to bed after her husband. Ərindən sonra getdi. Buralarda var idi. She went up to bed much later than her husband. Sonra, what did she find when she went to bed? Nə tapdı? She found a piece of paper on the small table. Belə, suallara cavablar vermirsiniz. Ha, uşaqlar, suallara cavablar verin bu formada. Çünki bizim üçün çox vacibdir bu cavablar.